Ha, mən deyəndə satırlar, qaçırlar, inanmırsınız. Buna bax, buna bax. Yazmışam orada elanda 8 ədəddir. Deyir 830 min. Yox, biri 30 min manatdır. Tam ideal vəziyyətdədir, təkərləri təzədir. 8-in alan olarsa bir dənə də o göy üstündə hədiyyə verirəm. Qalan zapças, supças nə istəsə onlar da üstündə hədiyyə verirəm. Deyir maşının bagajını da deyir, maşının deyir dalını da zapçasla doldurup verirəm ha. Fikir ver ha. Mən deyəndə satıb qaçırlar, təyyarələri satdılar. Satılmayanları zapças deyirlər. Bax texnikaları satdılar. Satılmayanları zapças deyirlər. Zapças kimi satırlar? Market mağazinlərə verirlər. Bazar dəyəri 40 min manat olan mallar 30 min manata təcili satılır. Aya 40 min deyil, bu daha da bahadır. Sadəcə niyə təcili satırsınız? Hala qoyun arayın deyə də. Hala qoyun arayın deyə 30 min yox 70 min qazanın da. Niyə qoymursunuz? Aya mən deyəndə bu hökumət satıb qaçır, inanmırsınız. Qabil gəlir, qabil. Hazır olun. Təcili olduğu üçün 30 min manata satılır. Niyə təcilidir? Nədir? Nə məsələdir ki orada təyyarələr satılır, satılmayan zapças verilir, burada texnikalar satılır, şirkətlər bağlanır. Niyə təcilidir? Bu hamısı Mehribanın şirkətlərinin idi axı. İlham Əliyevin şirkətlərinin daxı bunlar. Bir göstərəcəm, diqqətlə bax. Bax təkərlərinə kimi bax. Görürsənmi? Təzə təkərlərdir. Arkadaşlar da təzə təkərlərdir. Təzə. Buzaları hamısı salamatdır. Gözünüz aydın. Bu maşınları da xaricə daşıyırlar. Çıkın, hadi qol makina. 510'da bak, hadi maşını. Ay məhəbbət. Hamısı varlıların balasıdır. Baxın polis koruyur. Dalda polis, qabaqda polis. Birdən ac xalq, qabil kimi kişilər hücum eləməsin. Dalda polis, qabaqda polis koruyur. Hamısı məmur balalardır. Və bu maşınlar da o ki xaricə, Bentleyləri xaricə çıxardırlar. Baxın. Gəl azad, ne gözəl gəlir. Canı, ata. Makina, qol Bunları Azərbaycanda sürəndə belə baxırıq. Belə baxırıq ha. Almaniyada bunu sür ən ucqar kəndində. Kimsə heç ona baxasıdır. Bizdə deyir qızlar, o maşına minim mən Bakirəliyim ona qurban verəcəyəm. O bahalı oğlan da ələ keçirim. Azərbaycan deyir. Bakı aeroport ərazisində, aeroportun içərisində şəkildə gördüyünüz Silkevay, yəni aeroliniya belə deyək də, Silkevay İL-76 TD təyyarəsinin bahalı cihazları sökülərək oğurlanıb. Təsəvvür edin ki, təyyarənin oğurlanan təkcə avtomatik radio kompasının qiyməti 22 min manatdır. Bircə belə şeydir. Bircə belə zapçasdır 22 min manatdır. Bu əməli isə Azalın vəzifəli şəxsi xidmət zamanı törədirdi. Bax indi hakimiyyətin kanalı bir dənə təyyarəni dedilər içi sökülür təmiz. Şəkilini də qoydular bura. Bax, ala. Rəsmi xəbər qoydular bura bir təyyarəni. İndi hakimiyyət gedir. Sabah mən hakimiyyətə gələndə. Baxacağım ki, təyyarə yoxdur, hamısı İtaliyadadır. Yerdə qalanların da quru qəfəsəsi qaldı. İçi yoxdur. İçi yoxdur. Deyəcəm hələ bu təyyarə hanı? Deyəcəm biz xəbər paylaşmışdıq da. Bir təyyarəni aşkar elədik. O biri təyyarələrdə də yəqin söküblər də. Fikir verirsinizmi? Silkevay təyyarələri İtaliyaya məxsusdur. İlham Əliyevin qızı Leylanın şirkətidir. Yəni sizin o gördüyünüz təyyarələrin əksəriyyəti Azərbaycana məxsus deyil. Tamamı Azərbaycana məxsus deyil. Hamısı İtaliyadadır və İtaliyadan gedir. İtaliyanın üzərində gedir. İlham Əliyev dedi, ha İtaliya 5 milyard yatırımımız var. Və nə yatırımdır? O təyyarələrin qiymətidir də. Bu maşın yox ha. Maşındır da maşın. Maşın yox ha. İynə belə Azərbaycana bir iynəni aparıblar. Dünyanın ən ucqar bölgəsinə. O iynəni də tapıb gətirə bilməsəm ölkəyə, mənim ölənlərimin coruna söyərsiniz. Əgər mən prezident olsam.